Sizə təqdim edəcəyimiz növbəti maşın Ford Fusion'dır. İli 2017-dir. Motor 1.5-dir. Sahibi 18.500 deyir. Real C endim olacaq. Ətraflı məlumat üçün nömrə qeyd olunacaq. Maşını ətraflı çəkib sizlər üçün təqdim edirik. Sonraki bir tanesi var idi. İki motor. 2017. 201 mil yürüyüşü var. Multirul, monitor quraşdırılıb, avtomat sürətlər qutusu, dəri salon. Siz də hansı maşınlarınızı seçmək istəyirsiniz, rəy bölməsində bildirə bilərsiniz. Bizə dəstək olmaq üçün videomuzu bəyənib abunə olmağı unutmayın. Bu vaxtda start stop ortamlar her Sahib buyurur ki, uzaqdan start stopu var, uzaqdan kodlanmağı var maşının. Hər bir funksiyası işlək vəziyyətdədir. Sizə təqdim edəcəyimiz növbəti maşın Hyundai Tucson'dur. 2007-dir. 2 motordur. Sahibi 15.600 manata deyir. Real C olacaq. Ətraflı məlumat üçün nömrə qeyd olunacaq. Maşını ətraflı çəkib sizlər üçün təqdim edirik. $269.000 yürüyüşü var. Monitor quraşdırılıb, avtomat sürətlər qutusu, parça salon. Siz hansı maşınlarınızı seçmək istəyirsinizsə, rəy bölməsində bildirə bilərsiniz. Bizə dəstək olmaq üçün videomuzu bəyənib abunə olmağı unutmayın. Sizə təqdim edəcəyimiz növbəti maşın Hyundai A30-dur. 2009-dur, 1.4 motordur. Sahibi 15.000 manata deyir. Real C endim olacaq. Ətraflı məlumat üçün nömrə qeyd olunacaq. Maşını ətraflı çəkib sizlər üçün təqdim edirik. $235.000 yürüyüşü var. Zavaskoy monitor, magnitofon, mexaniki sürətlər qutusu, parça salon.
Siz də hansı maşınlarınızı çəkmək istəyirsə rəy bölməsində bildirə bilərsiniz. Bizə dəstək olmaq üçün videolarımızı bəyənib abunə olmağı unutmayın. Sizə təqdim edəcəyim növbəti maşın Niva'dır. İli 2016-dır, 1.7 motordur, sahibi 11.400-ə deyir. Realcı endirim olacaq, ətraflı məlumat nömrə qeyd olunacaq. Malik fon quraşdırılıb, mexaniki sürətlər qutusu, parça salon. Kimin 11? 16. 11.400-ə deyir qardaş.